Mövzu ibtidai icma cəmiyyəti daş dövrü. Biz bilirik ki, bəşər cəmiyyəti 4 mərhələ, 4 dövrdən keçmişdir və bunlardan birincisi qədim dövrdür. Qədim dövr də özü iki inkişaf mərhələsindən keçmişdir. Biri ibtidai icma cəmiyyəti, digərisi quldarlıq quruluşu olmuşdur. Biz ibtidai icma cəmiyyətindən başlayırıq. İndi Azərbaycan ərazisində ilk insan məskənləri adlı yarımbaşlıqdan başlayırıq. Azərbaycanda insanların yaşaması üçün əlverişli təbii mühit və şərait var idi. Və Azərbaycan ərazisində insanlar təxminən 1.5 milyon il əvvəl deyil. Hazırki kitaba görə yeni nəşrə əsasən 2 milyon olub artıq. Azərbaycan ərazisində qədim daş dövrünün ilk insan məskənləri Qarabağda Azıq Dağlar, Kəlbəcərdə Zar olmuşdur, Qazaxda Daşsalahlı Damcılı, Naxçıvanda Qazma, Lerikdə Buzeyl və Mingəçevirdə Qaraca düşərgəsidir. Burada qədim dövr deyəndə biz bilirik ki, paleolit dövrünü nəzərdə tutur. Qədim insanların yaratdığı ilk və ən uzun sürən cəmiyyət hansı olmuşdur? İbtidai icma quruluşu olmuşdur. Bəs ibtidai icma quruluşu mərhələlərə bölünmüşdür. Niyə onlar daş, tunç və dəmir dövrləri adlanırdı? Çünki əmək alətlərinin hazırlandığı materiala əsasən idi. Mən burada sizin üçün əsas hissələrin altından deməli xətt çəkəcəm. Onlara diqqət etmək lazımdır. Tarixdə bir də mis daş dövrü var ki, enolit dövrüdür. Bu daş dövrünün sonu metaldan istifadəyə keçid dövrü kimi qiymətlənir. Baxın, diqqət edin, daş dövrünün sonu deyir və metaldan istifadəyə keçid dövrü kimi qiymətləndirir. Burada ibtidai icma cəmiyyətinin mərhələlərini bilirik. Buna ehtiyac yoxdur artıq bir də saymağa. Sonra alt paleolit dövrü, quruçay mədəniyyəti. Biz dedik ki, qədim daş dövrü paleolit dövrü, alt paleolit, orta paleolit və üst paleolit dövrlərinə bölünür. İndi alt paleolit dövrü quruçay mədəniyyətindən danışacağıq. Daş dövrünün ən qədim və ən ilkin mərhələsi. Baxın, daş dövrünün ən qədim və ilkin mərhələsi paleolit dövrü oldu. Bu paleolit dövrü ilk insan tipinin yaranmasından başlayır 12-ci minilliyə qədər. Burada diqqət edin, paleolitin mövcud olma dövrünü deyil. Bizə alt paleolit, orta paleolit, üst paleolitin dövrlərindən danışmır. Paleolitin yaranmasından danışır ki, ilk insan tipinin yaranmasından eradan əvvəl 12-ci minilliyə qədər deməli davam etmişdir. İndi danışırıq ki, artıq paleolit özü də şərti olaraq alt paleolit, orta paleolit və üst paleolit dövrlərinə bölünür. Artıq paleolit dövrünün mərhələlərinin yaranma ardıcıllığına baxırıq. Deməli, alt paleolit dövründə ilk insan tipi olan bacarıqlı insan yarandı. İlk insan tipi olan bacarıqlı insan yarandı. Bax, bunun yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir alt paleolit dövrü. Deməli, dedik, ilk insan tipi oldu, bacarıqlı insan, ilk insan kollektivi oldu ulu icma ki, bu ulu icmanın yaranması ilə artıq Azərbaycan ərazisində ibtidai icma quruluşu yarandı. İlk əmək alətləri sivri daş, yer qazan çubuq və dəyənək olmuşdur və əmək alətləri də əsasən daşdan, ağacdan və sümükdən hazırlanmışdır. Sonra mənimsəmə təsərrüfatı meydana gəldi. Buna həm də istehlac təsərrüfatı deyirdik ki, burada yığıcılıq və ovçuluq ilə məşğul olurdular. İlk dəfə insanlar təbii oddan istifadə etməyə başladılar. Baxın, burada diqqət edin, təbii oddan istifadə etməyə başlayırlar. İnsanların bu ilkin vərdişləri, bu danışdığımız bütün ilkin vərdişləri insanları deməli heyvanlar aləmindən ayırırdı. İlkin vərdişlər və əmək alətlərinin hazırlanması. Onları heyvanlar aləmindən bir dəfəlik ayırırdı. İndi bayaq dedik ki, ilk insan kollektivi ulu icma idi. İndi ulu icmanın xüsusiyyətlərinə baxırıq ki, ulu icma alt və orta paleolit dövrlərində mövcud olmuşdur. Alt və orta paleolit və ilk insan kollektivi olmuşdur. Ulu icma daimi və möhkəm kollektiv deyildi. Baxın, deyildi. Mütəşəkkil kollektiv deyildi. Tez-tez dağılırdı, yenidən yaranırdı. Sadəcə gündəlik tələbatı ödəmək, qida əldə etmək və heyvanlardan qorunmaq üçün yaranmış və qəbilə icması formalaşana dək davam etmişdir. Alt paleolit dövrü insanların həyat tərzini öyrəndik ki, bu da harda öyrənilmişdir? Azərbaycanda Quruçay vadisinin sol sahilində, Xocavənd rayonu ərazisinə düşür ki, Füzuli şəhərindən şimal-şərqdə Tuğ çökəkliyində deməli aşkarlanmışdı bu Azıq mağarası və buradan əldə edilən materiallar əsasında deməli Quruçay mədəniyyəti formalaşmış və bu mağara əsasında alt paleolit dövrünü daha dəqiq öyrənmiş oluruq. İndi başlayıb baxırıq Quruçay mədəniyyətinə. Dedik, Quruçay mədəniyyəti harda tapılıb, Azıq mağarası harda yerləşir və burada həyat 2 milyon il əvvəl başlamışdır. Azıq mağarasına aiddir. Baxırıq ki, Azıq mağarasına nələr aiddir?
Bu mağarada tədqiqat işləri 1960-1986-cı illərdə aparılmışdır. Əmək alətləri adi çay daşlarından idi, sonradan amma çaxmaq daşı və obsidian şüşədən, yəni vulkanik şüşədən istifadə olunub hazırlanmışdır. Burada nəsli kəsilmiş müxtəlif heyvanların sümükləri tapılmışdır. 700 min il bundan əvvəl aid ocaq izləri tapılmışdır və 18-22 yaşında qadına məxsus alt çənə sümüyü tapılmışdır. İndi Azıq mağarasına nələr aid olduğu bizdən soruşsa, 1960-86-cı illərdə deməli tədqiqat işləri burada aparılır. Buradan tapılan əmək alətlər adi çay daşlarından hazırlanmışdır. Sonradan isə çaxmaq daşı və obsidian olmuşdur. Nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri tapılmışdır və 700 min il bundan əvvəl aid olan ocaq izləri tapılmışdır və 18-22 yaşında qadına məxsus alt çənə sümüyü tapılmışdır. İndi baxırıq ki, Azıq mağarasında yaşayan Azıq adamı, yəni Azıq antrop, bu 18-22 yaşlı qadına məxsus alt çənə sümüyü 350-400 min il bundan əvvəl yaşamışdır. İlk dini ayinləri icra edə bilirdi. Yəni ilk dini təsəvvürlər artıq mövcud olmuşdur. Mağaradan tapılmış ayinlərin üzərində işarələr Azıq adamın dini ayinlərin yaranması və heyvanlar aləmini göstərirdi. İndi baxırıq, bunlar Azıq antropa aiddir. Azıq mağarasında 20 ilə qədər tədqiqat işləri aparmış Məmmədəli Hüseynovdan danışırıq ki, o 1968-ci ildə Azıq adamının alt çənə sümüyünü tapmışdır. Deməli, bu Azıq antropun alt çənə sümüyünü kim tapmışdır? Məmmədəli Hüseynov. Nə vaxt tapmışdır? 1968-ci ildə. Bu da dünyanın ən qədim tapıntılarından biridir və hazırda Milli Azərbaycan Tarix Muzeyində saxlanılır. Qədim insanın alt çənə sümüyünə görə Azərbaycan Avropanın ən qədim sakinləri xəritəsinə daxil edilmişdir. Diqqətli olub bütün şəkillərə və kitabda olan deməli məlumatlara çox diqqət yetiririk. Eləcə də şəkillər və onların altında yazılan məlumatlara. Torpaqlarımız işğal altında olan zaman ermənilər Azıq mağarasında xarici ekspertlərin iştirak etdiyi qazıntılar aparmışdılar və əldə olunan maddi mədəniyyət nümunələrini talayaraq aparmışdılar. Bu, 1954-cü ildə Haqada qəbul edilmiş silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında konvensiyanın qərarlarının pozulması deməkdir və hərbi cinayət hesab olunur. İndi Prezident İlham Əliyevin Azıq mağarasının girişində olan şəklinə baxırıq və 21-ci ildə və burada olan mətni diqqətlə oxumaq lazımdır ki, Prezident İlham Əliyev mağaranın Azərbaycanlı alim, arxeoloq Məmməd Əli Hüseynov 1960-cı ildə aşkar etmişdir və sonra tədqiqatlar aparmışdır və bu dünyada qədim yaşayış məskənlərindən biridir. Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan qanunsuz olaraq bu mağarada işlər aparmış, qanunsuz olaraq isə xaricdən alimlər gətirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşdular. Bunlar deməli alt paleolit dövrünə aid olan məlumatlardır ki, alt paleolit dövrü dedik nə vaxt yarandı? İlk insan tipinin yaranmasından 100 min il bundan əvvələ qədər davam etmişdir. İndi isə keçirik qədim daş dövrünün deməli digər mərhələsi olan orta paleolit dövrünə. Orta paleolit dövrü Müsiyə dövrü də adlanır və orta paleolit dövrü 100 min il bundan əvvəl başlamış, eramızdan 35 min il əvvələ qədər davam etmişdir. Orta paleolit dövrü Müsiyə mədəniyyəti dövrü adlanır ki, bu da Fransada yer adıydı. Müsiyə mədəniyyəti adlanır və Fransada yer adı olmuşdur. Orta paleolit dövrünə indi baxırıq nələr aiddir. Biz alt paleolitdə demişdik ki, ilk insan tipi bacarıqlı insandır. Orta paleolitdə isə deyirik, yeni insan tipi, Neandertal insan yarandı və Neandertal insan da, deməli Neandertal insan qalıq Almaniyada tapılmışdır. Almaniyada yer adı olmuşdur. İnsanlar çaxmaq daşını bir-birinə vuraraq süni od əldə etməyi öyrəndi. Bax, biz gördük ki, təbii odu alt paleolit dövründən əldə etmişlər. Süni odu isə çaxmaq daşını bir-birinə vurub orta paleolit dövründə əldə etdilər. İnsanların təbiət qüvvələri ilə bağlı dini təsəvvürləri, axirət dünyasına inamı yaranmağa başladı. İlk vulkanik şüşədən iti uclu silahlar düzəldirdilər. Maral, ayı, vəhşi at, dağ keçisi ovlayır və yığıcılıqla məşğul olurdular. Azərbaycanda orta paleolit dövrü harda aşkarlanmışdır? Desək, Qarabağda Azıq tağlar zar, Qazaxda daş salahlı, Naxçıvanda isə qazma mağaraları əsasında öyrənilmişdir. İndi keçirik üst paleolit dövrünə. Üst paleolit dövrü eradan əvvəl 35-ci minillikdə başlamış, eradan əvvəl 12-ci minilliyə qədər davam etmişdir. Üst paleolit dövrünə aiddir. Bu dövrdə iqlim mülayimləşir, bitki və heyvanat aləmində dəyişikliklər baş verdi. İnsanlar əsasən diqqət edin, mağaralarda, qazmalarda və yerüstü komalarda yaşayırdılar. Artıq müasir insan tipi olan ağıllı insan, yəni homo sapienslər meydana gəldi ki, bu homo sapienslər üzmək, balıq ovlamaq, çayın digər sahillərini keçmək üçün ağac gövdələrini bir-birinə bağlayıb sallar düzəldirdilər. Sallar aid oldu üst paleolitə.
Sümükdən hazırlanan biz, bıçaq, qarmaq, süngü və iynədən istifadə olunurdu. Hazırlanan daş alətlərinə sümük və ağacdan dəstək düzəldirdilər. Əmək fəaliyyətinin genişlənməsi, artıq əmək fəaliyyətləri genişləndi. Şuurun inkişafı nəticəsində səsli nitq yarandı və bu da əlverişli ünsiyyət vasitəsi oldu. Daş və sümük üzərində işlənmiş incəsənət nümunələri meydana gəldi. Baxın, burada diqqət edin, incəsənət nümunələrdən söhbət gedir. İlk ibtidai incəsənət desə, ibtidai incəsənət. Bu alt paleolit olacaq. Ancaq incəsənət nümunələri desə, biz burada üst paleolitə götürəcəyik. Ulu icmanın qəbili icması əvəz etdi. Biz dedik, alt paleolitdə ulu icma yaranmışdır. Alt və orta paleolit dövrlərində mövcud olmuşdur. Amma deməli, üst paleolitdən artıq qəbili icması deməli yarandı və bununla da ana xalqanlığı meydana gəldi. İndi qəbilə icmasının, yəni nəsli icmanın xüsusiyyətlərinə baxırıq. Üst paleolit dövründə yarandı və erkən tunc dövrünə qədər davam etdi. Qan qohumu olan ana xətti ilə birləşməsi insanların deməyi idi və ulu icma ilə müqayisədə daha möhkəm və mütəşəkkil kollektiv idi. Qəbilənin həyatında ana xalqanlığı, qadınlar mühüm rol oynayırdı. İndi burada ulu icma ilə qəbilə icmanın oxşarlıqları və fərqlilikləri var. Buna özünüz diqqət yetirirsiniz. Sonra baxırıq, üst paleolitdə qəbilə icmasında yaşayan insanlar ana xətti ilə birləşirdi və buna görə də ana xalqanlığı, yəni matriarxat adlanırdı. Ana xalqanlığı üst paleolit dövründən dedik ki, tunc dövrünə qədər davam etmişdir, erkən tunca qədər və qadınlar qəbilənin həyatındakı aşağıdakı mühüm rolları oynayırdılar ki, onlar yemək hazırlayır, uşaqların qayğısına qalır, odu qoruyub saxlayır, gilə meyvə və bitkilər toplayırdılar. İndi burada ilk insan tipləri var. Biz buna bir də baxırıq ki, bacarıqlı insan ilk insan tipi idi. Baxın, ilk insan tipi bacarıqlı insan idi. Alt paleolitdə yaranmışdı. Yeni insan tipi olan Neandertal insan orta paleolitdə yaranmışdır. Müasir insan tipi olan ağıllı insan isə üst paleolit dövründən yaranmışdır. Burada bacarıqlı insan xüsusiyyətləri və ağıllı insanın xüsusiyyətləri var ki, buna da özünüz baxacaqsınız. Biz deməli qədim daş dövründən danışdıq. İndi isə keçirik daş dövrünün orta mərhələsi olan orta daş dövrünə, yəni mezolit dövrünə. Mezolit dövrü eradan əvvəl 12-8-ci minillikləri əhatə etmişdir. Buna da yenə orta daş dövrü deyilirdi və insanların əsas məşğuliyyəti, baxın bunlara diqqət eləmək, əsas məşğuliyyət yığıcılıq və ovçuluq və eləcə də balıqçılıq olmuşdur. Mezolit dövrünün ən böyük kəşfi sayılan ox və kaman idi ki, bunun ixtirası nəticəsində insanlar heyvanları daha uzaq məsafələrdən ovlaya bilirdilər və təhlükəsiz əldə edilən ov sayəsində qida ehtiyatları xeyli artmışdır. Heyvanların əhəlləşdirilməsinə başlanıldı. İnsanların heyvanları əhəlləşdirməyi öyrənməsi ibtidai maldarlığın əsasının qoyulması idi. İlk əkinçilik vərdişlərinin yaranması ilə də deməli ibtidai əkinçiliyin əsası qoyuldu. Bax, burada yarandı demirik, sadəcə əsası qoyuldu. İbtidai maldarlığın əkinçinin əsasının qoyulması ilə mənimsəmə təsərrüfatından, artıq əvvəl deyildi mənimsəmə istehlak təsərrüfatından, artıq istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Özləri artıq istehsal etməyə başlayacaqdılar. Əsas əmək alətləri daş dövrü, vulkanik şüşə və sümükdən hazırlanmışdı. Həndəsə formalı kəsici, mikrolit, kiçik daş əmək alətləri də meydana gəlmişdir. İnsanlar sümükdən biz, oxucu və balıq ovlamaq üçün deməli harpun düzəldirdilər. Harpun da mezolit dövrünə aid oldu. Axirət dünyasına inam artdı. Diqqət edin, inam artdı deyir. Biz dedik, axirət dünyasına inam nə vaxt yaranmışdı? Orta paleolit dövründə, amma inamın artması isə mezolit dövrünə aiddir. Dəfn zamanı qəbirlərə məişət əşyaları və ibadətlə bağlı iri daşbüt qoyulurdu. Bu daşbüt də deməli Qobustandan tapılmışdır. Mezolit dövrü əhalisinin yaşayış və məşğuliyyətindən baxırıq ki, hardan öyrənmişdilər, hansı məskənlərdən. Bu əsasən Qobustanda və Qazaxda Damcılı mağarası əsasında öyrənilmişdir. Qobustandakı qəbirlərin birindən tapılan daşbüt göstərir ki, axirət dünyasına inanmış mezolit dövrü insanları dəfn zamanı ölülərin yanına məişət əşyaları İstehlak, mənimsəmə təsərrüfatı. İnsanlar ovçuluq və yığıcılıqla məşğul olurdular və təbiətin məhsullarının hazır şəkildə mənimsənilməsi, istehlak edilməsi demək idi. İstehsal təsərrüfatı isə insanların təbiətin yaratdığı məhsulları təkrar istehsal etməsi idi ki, bu da əkinçilik və maldarlıqla məşğul olması idi. İndi biz diqqət edirik ki, istehsal təsərrüfatı yaranmaqla istehlak təsərrüfatı aradan qalxmır. Yenə də istehlak təsərrüfatı, yəni mənimsəmə təsərrüfatı mövcud qalır. Azərbaycanda mezolit dövrünə aid yaşayış məskənləri var idi, dedi. Biri Qobustan düşərgəsi olmuşdur, biri isə deməli Damcılı mağarası. İndi baxırıq ki, Qobustandan nə tapılmışdır? Bir bayaq dediyi daşbüt tapılmışdır, harpun tapılmışdır və burada insanların deyir ki, ovçuluq, yığıcılıq, balıqçılıqla məşğul olmuşdur burada yaşayan insanlar və kiçik ölçülü mikrolit əmək alətləri hazırlanmış, ağacın içini oyaraq qayıq düzəltmişdilər.
Bu Qobustan düşərgəsinə aiddir. Dedik ki, daş büt idi, harpun idi, kiçik ölçülü mikrolit alətlər idi və qayıqlar Qobustandan tapılmışdı. Damcılı mağarasından isə daş alətlər, kiçik ölçülü ox ucluları, daş alətlər və kiçik ölçülü ox ucları tapılmışdır. 2007-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Qobustan abidəsi Bakıdan 55 km cənubda yerləşir və burada 10 min ildən artıq həyat davam etmişdir. Qobustanda qayalar üstündəki təsvirlər bu dövrdə deməli, ibtidai incəsənətin inkişafını göstərir. Biz dedik ki, ilk incəsənət alt paleolitdə olmuşdur. Daş və sümük üzərində işlənmiş incəsənət nümunələri üst paleolitə aiddir. İbtidai incəsənətin inkişafı isə mezolit dövrünə aiddir. Qobustan rəsmlərində Ofsun totem İnamları, insan və heyvanların rəsmləri, dini ayinlər, ov və müasir yallı oyunu xatırladan rəqs deməli təsvir olunmuşdur. Burada günəş təsvirləri olan qayıq rəsmləri var idi ki, döyüş və döyüş səhnələri də əks olunmuşdur. 20-ci əsrin sonlarında Qobustanda qayıq rəsmlərini araşdırmış, deməli Norveçli alim Turheyerdən Azərbaycanın cəmiçiliyin deməli meydana gəldiyi ən qədim diyar olması nəticəsinə gəlmişdir. İndi ümumi baxırıq mezolit dövrünün yenilikləri. Ox və kamanın ixtirası idi, mikrolit əmək alətlərinin meydana gəlməsi idi. İbtidai əkinçiliyin və heyvandarlığın əsasının qoyulması idi. İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin baş verməsi idi və harpundan istifadə olunması, qəbirlərin üzərinə daş bütlərin qoyulması deməli mezolit dövrünün yenilikləridir. Biz daş dövrünün növbəti mərhələsi olan neolit dövründən, yəni yeni daş dövründən danışırıq. Neolit dövrü eradan əvvəl 8 və 6-cı minillikləri əhatə etmişdir. Bu dövrdə insanların əkinçilik mərdikləri baxın xeyli inkişaf etdi. İnsanlar torpağı daşdan düzəldilmiş, deməli toxa ilə yumşaldırdılar. Burada əsas məşğuliyyət sahəsi bu dövrdə əkinçilik və maldarlıq olmuşdur. Biz demişdik ki, əkinçilik və maldarlıq mezolit dövründə yaranmışdır. Burada isə əsas məşğuliyyət sahəsinə çevrildi artıq. Bundan başqa, neolit dövründə əmək alətləri əsasən çaxmaq daşından və dəvəgözündən hazırlanırdı. Bununla da bərabər yaşayış yerlərindən toxalar, oraq dişləri, kəçic, balta, həvəng dəstə, dən daşı və süzgəc daşından deməli daşı tapılmışdır. İstehsal təsərrüfatı meydana gəldi. Burada meydana gəlməsi doğru deyil, çünki istehsal təsərrüfatının meydana gəlməsi mezolit dövründə idi. İstehsal təsərrüfatı burada başa çatdı və yaxud da tam formalaşdı deyə bilərik. Ancaq meydana gəldi yox. İstehsal təsərrüfatına keçilməsi ilə də əhali nəyə keçmiş oldu? Oturaq həyata keçmiş oldu. Oturaq həyata keçməsi ilə də yeni təsərrüfat sahələri, növləri dulusçuluqdur, dərişləmədir və sair sənət sahələri meydana gəldi və bununla da toxuculuq inkişaf etdi. İnsanlar ilk dəfə saxsı qablar, yəni keramika hazırlamağı, daş alətləri cilalamağı və dişməyi öyrəndilər. Bu mühüm nailiyyətlər ümumilikdə neolit inqilabı adlanır. Dulusçuluq sənətinin yaranması, saxsı qablarının istehsalı Azərbaycanda gələcəkdə metallurgiyanın meydana gəlməsinə mühüm rol oynamışdır. Ondan başqa, toxuculuqda sümükdən hazırlanmış iydən istifadə olunurdu. Ümumilikdə neolit inqilabı nədir desək, toxuculuq inkişaf etdi bu dövrdə. İnsanlar deməli daşları cilalamaq və deşməyi öyrəndilər, dulusçuluq və göndərişləmə yarandı. İndi biz neolit dövrünə aid Azərbaycanda yaşayış məskənləri vardır ki, bunların adlarına baxırıq. Tovuzda Göytəpə, Ağcabəddə Kamiltəpə, Naxçıvanda, Gəncə-Qazaxda, Qobustanda və Təbrizdə deməli bu yaşayış yerləri aşkarlanmışdır. Və buradan aşkarlanan sümüklərdir, daşdan düzəldilmiş toxalardır, oraq dişlərdir, keçicdir, baltadır və s. alətlər istehsal təsərrüfatının, yəni əkinçilik və maldarlığın yarandığını artıq burada göstərirdi. Neolit dövrünün yaşayış məskənlərinə dedik ki, biri Tovuzda Göytəpə, digəri isə Ağcabəddə Kamiltəpə olmuşdur. İndi baxırıq Tovuzda Göytəpədə nələr aşkarlanmışdır. Deməli, çaxmaq daşı və obsidandan alətlər və iri buynuzlu heyvanın çənə sümüyündən düzəldilmiş oraq tapılmışdır. Nə tapılmışdır desə, çaxmaq daşı və obsidandan alətlər və iri buynuzlu heyvanın çənə sümüyündən düzəlmiş oraq tapılmışdır. Bu Tovuza aiddir. Ağcabəddə isə Kamiltəpədə sümükdən və daşdan düzəldilmiş toxalar, oraq dişləri və balta tapılmışdır. Deməli, toxalar, oraq dişləri və balta tapılmışdır. İndi keçirik növbəti mərhələ olan enolit dövrünə, yəni mis daş dövrünə. Bu dövr eradan əvvəl 6 və 4-cü minillikləri əhatə etmişdir. Enolit dövrü daş dövründən tunc dövrünə keçid dövrü hesab olunur. İndi baxırıq enolit dövrünə nələr aiddir. İnsanlar enolit dövründə ilk dəfə metalla tanış oldular və ilk tanış olduqları metal mis olmuşdur. Deməli, bu mis yataqları Azərbaycanda Gədəbəydə, Daşkəsəndə, Qarabağın dağlıq hissəsində aşkarlanmışdır. Lakin mis yumuşaq olduğuna görə və həm də az tapıldığına görə daş alətləri yenə də təsərrüfatda deməli üstün yer tuturdu.
Və bu nəticəyə gəlir ki, misdən o qədər də geniş istifadə olunmurdu. Eneolit dövründə evlər dairəvi formada, çay kənarında, çiy kərpicdən və möhrədən inşa olunurdu. Bu cür evlərdə ailələr bircə yaşayır və icma torpağında bircə çalışırdılar. Əhali daha çox lifli bitkiləri və qamışdan məmulatlar hazırlayır, evlərin döşəmələrinə həsir salınırdılar. Həsiri biz görsək testlərdə, deməli eneolit dövrü üçün götürməliyik. Bundan başqa, eneolit dövründə toxa əkinçiliyi daha da inkişaf etdi. Toxanın yaranmasını neolit dövrünə götürdü, toxa əkinçiliyinin inkişafı isə eneolit dövrünə götürülür. Bu dövrdə insanlar torpağı toxa ilə yumşaltdıqları üçün dövrün əkinçiliyi, toxa əkinçiliyi adlanır. Biz eneolit dövrünə toxa əkinçiliyi dövrü kimi götürmürük. Sadəcə dövrün əkinçiliyi, yəni toxadan istifadə olunduğuna görə buna toxa əkinçiliyi deyilir. Bundan sonra taxıl daşdan düzəldilmiş oraqla biçilirdi və iri saxsı küplərdə saxlanılırdı. Bütün ev heyvanlarının əhəlləşdirilməsi başa çatdı. Dedik, əhəlləşdirməyə başladılar mezolit dövründə, başa çatması isə eneolit dövrünə aiddir. Təsərrüfatda qaramal və davar, yəni qoyun keçi bəslənilirdi. Ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi. Sənətkarlıqda da dəyişikliklər baş vermişdi ki, sənətkarlıq əhalinin məşğuliyyətində mühüm yer tuturdu. Əhali duluzçuluq, daş işləmə, dəri işləmə, sümük işləmə, toxuculuq ilə məşğul olurdular və bu dövrdə tapılmış i ucluqları da deməli insanların toxuculuqla məşğul olduğunu göstərirdi. Amma i'dən istifadə desə, biz neolit dövrünü kimi götürürük. Burada isə i ucluqlarından söhbət gedir. Eneolit dövründə qadının mövqeyi möhkəm olaraq qalırdı. O nəslin yaradıcısı, ailə və qəbilə ocağını qoruyub saxlayan, bərəkət və əmin-amanlıq yaradan müqəddəs varlıq hesab olunurdu. Eneolit dövründə insanların dəfn adətlərində və dini inanclarında dəyişikliklər baş verdi ki, bunlar nədir? Dəfn adətlərində ölülər yaşayış məskənlərində, binaların arasında və evlərin içərisində dəfn olunurdu və onların üzərinə qan rəmzi sayılan oxra, yəni qırmızı boya səpirdilər. İnsanlar müxtəlif dini ayinlər və ovsun mərasimləri keçirirdilər. Ovsun mərasimləri nə idi? İnsanlar qarşısında aciz qaldığı hadisələri təsir etmək üçün keçirdikləri mərasimlər olmuşdur. Bu ovsun mərasimlərinə də biz Qobustandakı qayasütü rəsmlərdə rast gəlirik. Bundan başqa eneolit dövründə odun müqəddəsliyi var ki, o da inan insanların həyatında mühüm yer tutmuşdur. Deməli, biz eneolit dövründə bir qadının müqəddəsliyindən danışırıq, müqəddəs varlıq olmasından, bir də odun müqəddəsliyindən danışılır. Bundan sonra soyuqdan və vəhşi heyvanlarında qorunmaq üçün qədim insanlar od ətrafında dairə quraq mühafizə olunurdular. Bu fikirdə onların çiy kərpicdən, daşdan inşa etdiyi dağın tikinti qurğularının formasında öz əksini də tapmışdır. İndi eneolit dövrünün yeniliklərinə baxsaq, qadının müqəddəs varlıq hesab olunması idi. Bizə məlum olan heyvanların, ev heyvanının əhəlləşdirilməsinin başa çatması idi. Yenə deyirik, başlanması mezolit dövrüdür, başa çatması isə eneolit dövrü oldu. İnsanların metalla tanış olması və misdən ilk dəfə əmək alətləri hazırlanması idi. Vəfat edilənlərin də üzərinə oxra, qırmızı boya səpilməsi, ovçuluq və balıqçılığın da ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilməsi oldu.